Salam, hər vaxtınız xeyir olsun. Bu günlər sizinlə müəllimlərin işə qəbulu və sertifikasiya imtahanı modelinə tam uyğun ibtidai sinif riyaziyyatı üzrə hazırladığımız sınağın suallarını müzakirə edəcəyik. İstərseniz videoya baxdıqca saxlayıb sualları özünüz müstəqil şəkildə həll etməyə çalışa bilərsiniz. Vaxt itirmədən başlayaq suallara. 1. Minliklərə qədər yuvarlaqlaşdırdıqda 5000 alınan rəqəmlərin müxtəlif ən böyük ədədlə, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 1500 alınan ən kiçik cüt ədədin fərqini tapın. Deməli, birinci ədədi minliklərə qədər yuvarlaqlaşdırıram. Ən böyük ədəd hansı olacaq? Yuvarlaqlaşdırdıqda 5000 etsin. Ən böyük ədəd, yəni 5499. Amma 5499 ola bilməz. Niyə? Çünki bizə rəqəmləri müxtəlif deyir. Ona görə də 99-u 9-u silib 8 yazıram. 5498. İndi baxaq ikinci ədədə. Yüzlüklərə qədər yuvarlaqlaşdırıram. Yəni yüzlüyün altından bir dənə xətt çəkib özüm üçün işarələyirəm. 1500 alınan ən kiçik ədəd istəyir. Deməli 1400. Mən sağına neçə yazsam, yuvarlaqlaşdırdıqda 5 edər. Ən kiçik olmalıdır. Ona görə də 5 yazıram. 1450. Görək cütdürmü? Burada cüt deyirdi. Bəli. İndi bu ədədlərin fərqi eləyəcək 4048. Yəni D variantı. Keçək ikinci suala. Natural ədədi 17-yə böldükdə alına bilən bütün mümkün qalıqların cəmini tapın. Natural ədədi n-ə böldükdə alına bilən qalıqların cəmi üçün bizim hazır düsturumuz var. N vurulsun, n çıxılsın 1, bölünsün 2. 17-yə bölürəmsə, n-in yerinə 17 yazacağım. 17 vurulsun. 17-ni vururam 16-ya, 1 çıxıram, bölürəm 2-yə. 16-nı 2-yə bölsəm 8, 8 də 17-yə vursam 136 eləyər B variantı. Keçək üçüncü suala. A, B, C, D və Y nöqtələri düz xətt üzərində ardıcıl yerləşdirilmişdir. Bu nöqtələrin əmələ gətirdiyi parçaların sayının şüaların sayına olan nisbətini tapın. Düz xətt üzərində n sayda nöqtə varsa, yenə alınan parçaların sayı n vurulsun, n çıxılsın 1 düsturu ilə hesablanır. Yəni, düz xətt üzərində 5 nöqtə varsa, n-in yerinə 5 qoyacam, 5 vurulsun 4 bölünsün 2 eləyəcək 10. Deməli, 10 dənə parçamız var. Bəs şüaların sayını necə tapırıq? Düz xətt üzərində n sayda nöqtə varsa, 2n sayda şüa əmələ gətirir. Yəni, şüaların da sayı olacaq 10. Sualda bizə nisbətini tapmaq tələb olunurdu. Yəni, 10 bölünsün 10 eləyəcək 1. 3də cavab A variantı. Dördüncü suala baxaq. Uzunluğu 240 metr olan qatar 72 km/saat sürətlə hərəkət edir. Bu qatar müəyyən bir tuneli 45 saniyə tamamilə keçirsə, tunelin uzunluğu neçə metrdir? Qatar məsələlərinə fikir versə, qatarın uzunluğu da metrlə verilib, zaman saniyə ilə verilib, bir dənə qatarın sürətidir ki, saatda kilometrdir. Biz saatda kilometri saniyədə metrə çevirməliyik. Yəni, bunun üçün 72-ni, yəni saatda kilometrlə olan sürəti vururam 18-də 5-ə. 18-də 5-ə vurmaq saniyədə metrə çevirmək üçün istifadə olunur. 72-ni 18-də 5-ə vursam eləyər 20. Yəni qatarın sürəti olacaq saniyədə 20 metr. Daha sonra qatarın tuneldən keçməsi görək necə hesablanır. Bir dənə kəsr xətti çəkirəm. Qatarın uzunluğu 240-dır. Yazıram 240. Üzərinə gəlirəm. Tunelin uzunluğunu, tunelin uzunluğunda hələlik işarə eləyək L hərfi ilə və bölürəm qatarın sürətinə, saniyədə metrlə olan sürətinə. Bərabər eləyirəm qatarın tuneli keçməsi üçün sərf etdiyi zamanı, yəni 45 saniyəyə. Mən bu tənliyi həll etsəm, sürət tapanda nə edərəm? 20-ni vuracam 45-ə 900, L üstə gələ 240 bərabərdir 900-ə, L, yəni tunelin uzunluğunda taparam 660 metr. Yəni A variantı. Keçək 5-ci suala. Torbada 4 ağ, 5 qırmızı və 6 göy rəngdə şar var. Torbaya baxmadan ən azı neçə şar çıxarmaq lazımdır ki, çıxarılan şarlardan hər rəngdən mütləq ən azı bir dənə olsun. Əgər hər rəngdən ən azı bir dənə olsun deyirsə, birincisi ən pis halı nəzərə almalıyıq. İkincisi, sayca ən çox olan şarların hamısını çıxartmalıyıq. Yəni, birinci, ən pis hala baxaq. Ən pis hal nədir? Mən sadəcə ən çox olan şarların hamısını çıxardıram, əlimə atıram torbaya, 5 dənə qırmızının hamısı çıxır, 6 dənə göyün hamısı çıxır, əlimdə 11 dənə şar oldu. Amma hələ bir dənə də ağ şar gəlməyib əlimə. Əlimdə isə 11 dənə şar oldu. Növbəti əlimi salıb torbadan hər hansı bir şarı çıxartsam, o 4 dənə ağdan biri eləyəcək və olacaq 12 dənə şar və əlimdə də hər rəngdən mütləq ən azı bir dənə olmuş olacaq. Cavab A variantı.
Keçək növbəti suala. Rasim sırada öndən 2n çıx 3-cü, arxadan isə n üstəgəl 5-ci nəfərdir. Sırada cəmi 34 nəfər olduğu məlumdursa, Rasim öndən neçənci adamdır? Əgər sırada bir adamdan söhbət gedirsə, öndən yeri, yəni 2n çıxılsın 3, üzərinə gəlirəm arxadan yeri, yəni n üstəgələ 5, daha sonra 1 çıxıram. 1 niyə çıxılır? Çünki öndən və arxadan deyəndə Rasimi 2 dəfə hesablamış oluram. Ona görə 1 çıxırıq və bərabərləyirik sıradakı adam sayına. Bu tənliyi həll etsək, n taparam 11. Daha sonra sualda bizdən nə soruşurdu? Rasim öndən neçənci adamdır? Öndən n-in yerinə gətirib 11 qoysam, 2n 22, 22-dən 3 çıxsam 19. 6-cı sualda cavab eləyəcək B variantı. Keçək 7-ci suala. 2 cilddən ibarət bədii əsərin birinci cildini səhifələmək üçün 201 rəqəm, ikinci cildini səhifələmək üçün isə 345 rəqəm istifadə olunmuşdur. İkinci cild birinci cilddən neçə səhifə çoxdur? Başlayaq birinci cildin səhifə sayını tapmağa. Bir rəqəmli səhifə sayı 9 dənədir. Hərəsində bir rəqəm olduğuna görə elə rəqəm sayı da olur 9. Üzərinə gəlirəm. 2 rəqəmli səhifə sayı, deməli 10-dan başlayır 99-a qədər 90 saydadır. Rəqəm sayını tapanda 2-yə vururam. Çünki hər birində 2 rəqəm var. Olur 180. Deməli 189 dənə rəqəm. İndi əgər 201-dən 189 çıxsam, yerdə qalar 3 rəqəmli ədədlərin rəqəm sayı. Yəni 12. Mən bu 12-ni də 3-ə bölsəm, yerdə nə qalar? 3 rəqəmli səhifə sayı. Yəni birinci cilddə olan 3 rəqəmli səhifə sayı. İndi başlayaq səhifələri cəmləməyə. Deməli 9 tək rəqəmli səhifə nə qədər idi? 9 dənə. Cüt rəqəmli səhifə nə qədər idi? 90 dənə. Bəs 3 rəqəmli səhifə nə qədər idi? Onu da 4 tapmışdıq. Üzərinə gəlirəm. Tapıram 103. İndi isə keçək ikinci cildin səhifə sayını tapmağa. Yenə də tək rəqəmli səhifə sayı 9, cüt rəqəmli səhifə sayı 90, 2-yə vururam 180. Daha sonra 345-dən 189 çıxsam, yerdə qalar ikinci cilddə olan 3 rəqəmli səhifədəki rəqəmlərin sayı. Yəni 345-dən 189 rahat nətər çıxım? 189-u 200-ə tamamlayım. Üzərinə 11 gəlim, 345-in də üstünə 11 gəlim. 356-dan 189 çıxsam, daha doğrusu 200 çıxsam, yerdə qalar 156. Deməli bu 156 3 rəqəmli səhifədəki rəqəm sayıdır. Mən bunu 3-ə bölsəm, taparam 3 rəqəmli səhifə sayını. Yəni bölürəm 3-ə, tapıram 52. İndi İkinci cilddəki səhifə saylarını cəmləyək. Bir rəqəmli səhifə sayı 9 dənə, 2 rəqəmli səhifə sayı 90 dənə, 3 rəqəmli səhifə sayı 52 dənə. 9, 99, 99-un üstünə 52 gəlsəm, eləyəcək 151. Daha sonra deyir ki, sualda ikinci cild birinci cilddən neçə səhifə çoxdur? Yəni 151-dən də 103 çıxsam, yerdə qalar 48. 7-ci sualda cavab C variantı. Keçək növbəti sualımıza. Qabda 80 litr 15%li duz məhlulu var idi. Məhluldan müəyyən miqdar su buxarlandırdıqdan sonra üzərinə 10 litr duz əlavə edilərək qarışdırıldı və 40%li yeni məhlul alındı. Qabda neçə litr su buxarlandırılmışdı? Məhlul məsələlərində ən birinci tapaq ki, 80 litr 15%li duz məhlulu var. Bunun içində nə qədər duz var? 80-15%-ni tapacam. Yəni 80-i vuracam faiz göstərən ədədə 15-ə böləcəm 100-ə. Tapıram 12 litr duz məhlulu var. Daha sonra nə edirəm? İkinci kəsrimizi yazıram. Maddələr ümumiyyətlə duzdur, spirtdir və s. Hamısını yazırıq surətdə. Amma məhlulun ümumi miqdarı yazılır məxrəcdə. Yəni məhlulun ümumi miqdarı da 80-dir. İndi müəyyən miqdar su buxarlandırdıqda bilmirəm nə qədər buxarlandırmışam. Ona görə də X-dan işarə edəcəm və məxrəcdən çıxıram. Çünki buxarlanan sudur. Duzun, spirtin miqdarı dəyişmir. Sonra üzərinə 10 litr duz əlavə edirəm. Duz əlavə edəndə amma həm duzun miqdarı dəyişir, surətə də əlavə edirəm, həm də məhlulun ümumi miqdarı dəyişir və məxrəcə də əlavə edirəm. Bərabərdir. Neçə faizli məhlul alınar demişdik? 40%. Yəni bərabər edirəm 100-40-a. 100-40-ı da ixtisar eləsəm, sıfırlar gedir, 2-yə bölünür, 5-də 2 qalır.
İndi bu tənliyi çarpaz vurub həll eləsək, x-i buradan taparıq, yəni qabdan buxarlandırılan suyun miqdarını taparıq 35. 8-ci sualda cavab Y variantı. Keçək 9-cu suala. Elşadın 3 il əvvəlki yaşı Ərşadın 5 il sonrakı yaşına bərabərdir. 2 il sonra onların yaşları cəmi 44 olarsa, Ərşadın indiki yaşını tapın. Burada Elşada uyğun olaraq E hərfi ilə, Ərşadı da Ə hərfi ilə işarə eləyəcək. Elşadın 3 il əvvəlki yaşı deyirsə, 3 çıxıram. Ərşadın 5 il sonrakı yaşı deyirsə, üzərinə 5 əlavə eləyirəm. Buradan tapıram ki, Ərşadın yaşını sağa keçsəm və 3 də mənfidir. Ərşadın yaşını sola, 3-ü yəni ədədləri də sağa keçirəm. Alınır 8. Deməli, bunların yaşları fərqi 8-dir. Daha sonra baxaq. Deyək ki, 2 il sonra onların yaşlarının cəmi 44-dür. 2 il sonra həm Elşad, həm də Ərşad 2 il böyüyür. İkisinin yaşları cəmi də 4 il artır. Deməli, onların indiki yaşlarının cəmi 4 çıxacam 40 olacaq. Elşad və Ərşadın indiki yaşlarının cəmi olacaq 40. İndi baxaq tənliyə. Əlimizdə 2 dənə sadə xəttli tənlik var. Birində fərqi 8-dir, birində də cəmi 40-dır. Mən bu sistem tənliyi kimi nətər həll eləyərəm? Tərəf-tərəfə toplayaram. Ələr ixtisar gedər. 2 dənə E 48, Elşadın yaşını tapıram 24. Bizdən Ərşadın yaşını istəyirdi. Ona görə də bizdən cəmi 40 verilmişdi. 24-ün üstündən nə gəlsəm 40 eləyər 16. Deməli olur 9-da cavab C variantı. Keçək 10-cu suala. Qab su ilə tam dolu olduqda çəkisi 28 kiloqram, yarısı boş olduqda isə 16 kiloqramdır. Bu qabın 3/2 hissəsi su ilə dolu olduqda ümumi çəkisi neçə kiloqram olar? Qabın su ilə tam dolu çəkisi. Qabın çəkisi Q olsun. Suyun da çəkisi, yəni qabın maksimum tuta bildiyi suyun miqdarı deyək. Olsun C. Bərabərdir 28-ə. Deyək ki, indi qabın yarısı boş olduqda, deməli, suyu 2 dəfə azaldıblar. Ona görə də suyun kütləsini S/2 eləyəcəm. Yenə də qabın kütləsi dəyişmir ki, həmin qabda. Ona görə də Q olaraq qalır. Bərabərdir, burada verilib 16. İndi mən bu tənlikləri tərəf-tərəfə çıxsam, qab ixtisar gedər, S çıxılsın S/2. Yəni, qalar S bölünsün 2. Bərabərdir. Sağ tərəfdə tərəf-tərəfə çıxıram. 28-dən 16 çıxsam, eləyər 12. Deməli, suyun tam kütləsini tapıram 24. Suyun tam kütləsi 24 olanda qab nə qədər olur? Qabın üstünə 24, 28, qabı da tapıram 4. İndi bu qabın 3/2 hissəsi su ilə dolu olduqda, deməli suyun kütləsi 24-dür. 3/2-yə vururam, 3-ə bölsəm 8, 2-yə vursam 16. Deməli olacaq 16 suyun kütləsi və qabın kütləsini də üzərinə gəlirəm. Qabın kütləsi də 4 idi, eləyəcək 20. 10-cu sualda cavab B variantı. Keç 11-ci suala. Humay hədiyyə paketinə bağlamaq üçün uzun bir lentin 7/2 hissəsini qayçı ilə kəsdi. Lentin mərkəzi nöqtəsi 8 sm yerini dəyişdisə, lent kəsilməmişdən əvvəl uzunluğu neçə santimetr idi? Yadda saxlayaq ki, bir parçanın müəyyən hissəsini kəsirəmsə, orta nöqtə, yəni mərkəzi nöqtə kəsilən hissənin yarısı qədər yerini dəyişir. Bizim kəsilən hissəmiz nə qədərdir? 7/2. Yarısı nə eləyəcək? Bəs 7/1. Deməli, 7/1x bərabərdir 8-ə. Yəni, nə dedik? Parçanın orta nöqtəsi, kəsilən hissə 7/2x-dir. Yarısı olur 7/1x. Yarısı qədər yerini dəyişər. Burada da verib 8 sm yerini dəyişir. Ona görə də bərabər eləyirəm 8-ə. 7/1x bərabərdir 8, x-i də tapıram 56. Yəni, cavab Y variantı. Keçək 12-ci suala. 5 hektar çıxılsın 12 ar fərqi neçə kvadrat metrə bərabərdir? Yadda saxlayaq ki, 1 hektar 10.000 kvadrat metrdir. 1 ar isə 100 kvadrat metrdir. Ara bəzən sot da deyirlər. İndi 5 hektar olacaq 50.000 kvadrat metr. 12 ar olacaq. Yəni 12-ni vururam 100-ə 1200. 50.000 kvadrat metr çıxılsın 1200 kvadrat metr. 50.000-dən də 1200 çıxsam eləyəcək 48.800 kvadrat metr.
12-ci sualda cavab A variantı. Keçək növbəti sualımıza. Maraqlı bir sürət məsələsi. A şəhərindən sürəti 70 km/saat olan bir avtomobil yola düşdü. 2 saat sonra onun arxasınca eyni istiqamətdə sürəti 95 km/saat olan ikinci bir avtomobil hərəkətə başladı. İkinci avtomobil birinciyə neçə saat sonra çatar? Deməli, birinci avtomobil ikincini gözləmir, özü hərəkətə başlayır, 2 saat yol gedir. Sürəti də 70-dir. 2-ni vururam 70-ə, tapıram ki, birinci avtomobil tək başına 140 km yol gedib. Daha sonra bu 140 km yol gedəndən sonra ikinci avtomobil hərəkətə başlayır saatda 95 km-lə. Deməli, sürətlərinə baxaq. Deyək ki, ikinci avtomobil birinciyə neçə saat sonra çatar. Deməli, bu ikinci hərəkətə başlayanda onların arasında 140 km məsafə olur. İndi birinin sürəti 70-dir, o birinin sürəti 95-dir. Deməli, hər saat onlar arasında 25 km fərq yaranır. 140 km fərqi qapatmaq üçün nə qədər zaman lazımdır? Onu tapaq. 95-dən 70-i çıxıram 25. 140-ı da 25-ə bölsəm, yəni hər saatda aralarında 25 km fərq yaranırsa, neçə saata 140 km fərq yaranar ki, daha doğrusu ikinci birinciyə çatsın. Ona görə də 140-ı bölürəm 25-ə, tapıram 5,6. 13-cü sualda cavab D variantı. Keçək 14-ə. Eyni gücdə 6 traktor bir tarlanı 12 günə şumlayır. Traktorların sayı 2 vahid azalarsa, həmin tarla neçə günə şumlanar? 6 dənə traktor sahəni, yəni tarlanı 12 günə şumlayır. Sonra traktorların sayı 2 vahid azalır, yəni olur 4. Yəni sahə dəyişmir, amma bilmirik həmin sahəni 4 traktor neçə günə şumlayır. Traktorların sayı azaldıqca təbii ki, işin həll olunmasına daha çox zaman lazım olar. Yəni tərs mütənasibdir. Əgər traktorların sayı artırılsaydı, onda iş daha tez qutarardı. Tərs mütənasib olanda biz tənasübləri nətər həll edirik? Qarşı-qarşıya vurmaqla. Yəni 4x bərabərdir. 6-nı vururam 12-yə 72. X-i də tapıram, 72-ni bölürəm 4-ə, 18. Deməli, 14-cü sualda olacaq 18 D variantı. Keçək 15-ci suala. Rəqəmləri müxtəlif olan 5 rəqəmli ədəd 5-ə və 9-a qalıqsız bölünür. Bu şərtə görə XY hasilinin ala biləcəyi ən böyük qiymət neçədir? Burada 5-ə bölünmə görürük. Hansı ədədlər 5-ə qalıqsız bölünür? Sonu 0 və 5 ilə bitən ədədlər. Deyək ki, sonu 0-dır. Yəni, Y 0-a bərabərdir. O zaman, XY hasilini tapanda Y 0 olduğuna görə X nə olur olsun 0-a vuracam, eləyəcək 0. Amma bizə ən böyük qiyməti deyir. Ona görə də Y 0-ı saxlayaq. Bəlkə heç bizə lazım olmayacaq. Bundan böyük də var. Deməli, 5-ə qalıqsız bölünmək üçün sonu 0 və 5 ola bilər də. Y 5 ola bilər. Y yadımızda saxlayaq ki, 5-dir. İndi 9-a bölünmə əlamətindən istifadə edək. Rəqəmləri cəmi 9-a bölünən ədəd 9-a bölünür. İndi rəqəmlərini cəmləyək. 1-in üstünə 7 gəlirəm 8, 8-in üstünə 8 gəlirəm 16, 16-nın da üstünə 5 gəlirəm. Y-a 5 demişdik axı. Yəni 21. 21 üstə gələk nəyi toplamadıq? X qaldı. Deməli, bu cəm 9-a qalıqsız bölünməlidir ki, ədəd də 9-a bölünsün. X-in yerinə nə qoya bilərəm? 6. 6 qoysam, 21 üstəgəl 6 eləyəcək 27, bu ədəd 9-a bölünəcək. Deməli, X-də tapıram 6. İndi XY hasili 5, 6, 30. Cavab B variantı. Keçək 16-cı suala. Murad pillələri 2-2 çıxıb 3-3 düşür. Çıxarkən atdığı addımların sayı, düşərkən atdığı addımların sayından 6 vahid, yəni 6 addım çoxdur. Murad qalxarkən hər addıma 2 saniyə, düşərkən isə hər addıma 1 saniyə vaxt sərf edərsə, bütün hərəkətə cəmi neçə saniyə zaman xərcləyər? Murad pilləkənlərin sayını ümumiyyətlə x götürək. Pillələri 2-2 çıxırsa, görək bu neçə addıma çıxıb. Ona görə də bölürəm 2-yə. Daha sonra, yenə pilləkənlərin sayı x-dir. 3-3 düşür. 3-ə bölürəm, görüm neçə addıma düşüb qutarır pilləkənləri. Və çıxarkən atdığı addım sayı, düşərkən atdığı addım sayından 6 vahid fərqlənir. Ona görə bunları bir-birindən çıxıb bərabərləyirəm 6-ya. Bu tənliyi həll edərkən kəsirdən qaçaq, hər tərəfi vuruq 6-ya, olacaq 3x çıxılsın 2x bərabərdir 36, yəni x tapıram 36. X nə idi? Bizim pilləkənlərimizin sayı. Daha sonra
qalxarkən hər addıma 2 saniyə xərcləyib. Qalxarkən görək neçə addıma qalxıb. Pilləkən sayı 36-dır. Qalxarkən 2 qalxırsa və yaxud çıxırsa, 36-nı bölürəm 2-yə, tapıram qalxarkən addım sayını, yəni 18. Deməli, qalxanda 18 addım atır. Hər addıma da 2 saniyə sərf eləyəndə 18-i vuracam 2-yə, eləyəcək 36. Üstünə gəlirəm. Bəs düşərkən hər addıma 1 saniyə vaxt sərf eləyir. Bəs düşərkən neçə addım atıb bu? Pilləkən sayı 36-dır. Düşərkən 3 düşürsə 36-nı bölürəm 3-ə. Tapıram 12. Deməli 12 addıma düşür. Hər addıma da 1 saniyə olur 12 saniyə. 36-nın üstünə 12 gəlsəm eləyəcək 48. 16-cı sualda Y variantı. Keç 17-ci suala. Rəqəmləri müxtəlif olan 3 müxtəlif 3 rəqəmli ədədin cəmi 620-dir. Bu ədədlərdən ən böyüyü ən çox neçə ola bilər? Əgər ən böyüyünü soruşursa, 3 dənə ədəddirsə, digər 2 ədədi ən kiçik götürməliyik və deyir ki, 3 rəqəmli ədəd olmalıdır. Ən kiçik 3 rəqəmli ədəd hansıdır? Ən kiçik 3 rəqəmli ədəd 100. Amma 100 ola bilmir. Niyə? Deyir axı bizə şərtdə. Rəqəmlərin müxtəlif. Ona görə də mən dəyişdirirəm. 100 eləmirəm. Rəqəmlər müxtəlif deyirsə 100-dən sonra 101, 101 də götürə bilmərəm. 1 təkrarlanır. Deməli 102 götürə bilərəm. Deməli ədədlərdən biri 102-dir. Deyir ki, 3 müxtəlif ədəd. Deməli ikinci ədədi 102 götürə bilmərəm. İkinci ədədimiz olsun 103. Rəqəmlər müxtəlifdir, bəli. Ədədlər müxtəlifdir, bəli. Bunların cəmi nə eləyir? 102-nin üstünə 103 eləyəcək 205. Daha sonra cəmi 620-dir deyir. Yəni 620-dən çıxıram 205-i. 620-dən 205 çıxsam nə eləyər? 620 çıxılsın 205. O da eləyər 415. Yəni 17-ci sualda cavab B variantı. Keçək növbətiyə. 18-ci sual. Bərabəryanlı üçbucağın iki tərəfi 7 və 15 santimetrdir. Bu üçbucağın perimetrini tapın. Bərabəryanlı üçbucaq çəkirəm. Deyək ki, yan tərəflər 7-dir. Ağ variantlarda hər ikisi var. Oturacaqda 15-dir. Bu ola bilməz. Niyə? Üçbucaq bərabərsizliyinə ziddir. Üçbucağın iki tərəfinin cəmi üçüncü tərəfdən böyük olmalıdır həmişə. 7 üstünə 7-dir 14. 15-dən böyük deyil. Deməli, belə bir üçbucaq ola bilməz. Deməli, üçbucağımız necədir? 15 yan tərəflərdir. 7 oturacaqda. Bunun perimetri 15 üstə 15. 30, 30 üstə 7, 37. 18-ci sualda cavab B variantı. Keçək növbəti sualımıza. 19. Kilosu 8 manat olan 4 kiloqram konfetlə kilosu 13 manat olan bir neçə kiloqram konfeti qarışdırdılar. Qarışığın 1 kiloqramının qiyməti 11 manat olarsa, ikinci konfetdən neçə kiloqram qatılmışdır? Biz ilk öncə kütləsini, daha doğrusu konfetə xərclənən pul tapaq. Deyir ki, kilosu 8 manata olan 4 kiloqram konfetdir. 8 4-üm 32. Deməli, 32 manat birinci konfetə pul verilib. Daha sonra kilosu 13 manat olan bir neçə kiloqram konfet. Biz bilmirik, bir neçə kiloqram dediyinə görə x ilə işarə eləyəcək. Deyək ki, x kiloqramdır. 13x-də olacaq buna verilən pul. Bu oldu konfetə ümumi xərclənən pul. İndi isə baxaq. Görək neçə kiloqram konfet almışam. 4 kiloqram üzərinə gəlirəm. O birinin kütləsini bilmədiyimə görə x demişdim. X kiloqram. Yəni biz bilirik ki, konfetə xərclənən ümumi pulu onun kütləsinə bölsəm, taparam 1 kiloya düşən qiyməti, yəni 11. Biz bu tənliyi həll eləsək, taparıq 6. Gəlin həll eləyə baxaq. Məxrəci vururam 11-ə, x-i 11-ə vururam, 11x. Üstünə gəlirəm, 4-ü 11-ə vururam, 44, bərabərdir. 32 üstə 13x, 32 üstə 13x. 13x, 11x eləyəcək 2x. 44-dən də 32-ni çıxsam eləyəcək 12. 2x bərabər də 12-yə, x-i də tapıram 6. C variantı. Keçək 20-ci suala. Oturacağının tərəfləri 3, 4 nisbətində, hündürlüyü isə 5 sm olan kuboidin bütün tillərinin uzunluqları cəmi 76 sm olarsa, bu kuboidin tam səthinin sahəsini tapın. Oturacağın tərəfləri 3-ün 4-ədirsə,
Mən oturacağın tərəflərinə 3x, 4x deyə bilərəm. Hündürlüyü də 5-dir. Və deyir ki, bütün tillərinin uzunluqları cəmi 76-dır. Yadda saxlayaq ki, ümumiyyətlə kuboid hansı fiqurdur? Düzbucaqlı paraleliped. Neçə dənə tili var? 12 dənə. Hər tildən 4 dənədir. Yəni 4 dənə oturacağındadır. Yəni belə deyək, 4 dənə oturacağın eni var. 2 dənə en aşağıda, 2 dənə en yuxarıda. 4 dənə oturacağın uzunluqları var və 4 dənə də hündürlüyü var. Deməli, hər biri 4 saydadır. Və cəmi 76-dırsa, bunları mən cəmləyib vuracağam 4-ə. Bərabər eləyəcək 76. Tillərin hər biri 4 sayda olduğu üçün. 76-nı 4-ə bölsəm eləyəcək 19. 3x, 4x eləyəcək 7x bərabərdir. 19-dan da 5 çıxıram 14. X tapıram 2. X nədir? 3x, 4x. Qoyuram yerinə indi tilləri tapmaq üçün. 3 kim 6, 4 kim 8. Deməli, tillər nədir? 6-dır, 8-dir. Digər tildə bizə verilmişdir, yəni hündürlüyü 5. İndi bizdən nə istəyir? Bu kuboidin tam səthinin sahəsini. Biz kuboidin tam səthinin sahəsini necə hesablayırıq? S tam bərabərdir. 2 vurulsun AB üstə AC üstə BC düsturu ilə hesablayırıq. Yerinə qoyub hesablasaq taparıq 236, yəni A variantı. Buyurun, bugünlük bu qədər. Nəticələrinizi rəy bölməsində qeyd eləməyi unutmayın. Əgər sizin video sizin üçün faydalı olduğunu düşünürsünüzsə, rəylərdə bildirin. Sağ olun, hələlik.